Ticarət və sair kreditor borcları üzrə açıqlamalar cədvəlinin tərtib olunması barədə video təlimat. Maliyyə vəziyyəti haqqında hesabatın, uzun müddətli kreditor borcları, vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər və qısa müddətli kreditor borcları sətirlərində əks etdirilən göstəricilərin cəmləri ticarət və sair kreditor borcu üzrə açıqlamalar cədvəlində öz əksini tapır və hesabat dövrü ərzində onların balans dəyərində baş verən dəyişiklikləri izah edir. Belə ki, ticarət və sair kreditor borcları üzrə açıqlamalar cədvəli birinci sütunda qeyd olunan müxtəlif borclar üzrə hesabat dövrünün əvvəlinə balans dəyəri, hesabat dövründə balans dəyərinin artımı, azalması, həmçinin balans dəyərinə edilən düzəlişlər nəticəsində ticarət və sair kreditor borcları üzrə hesabat dövrünün sonuna balans dəyərinin necə formalaşdığını əks etdirir. Məsələn, ticarət və sair kreditor borcları üzrə açıqlamalar cədvəlində hüquqi şəxslərin mənfəət vergisi üzrə borc məbləğinin hesabat dövrünün əvvəlinə balans dəyəri qeyd olunduqdan sonra həmin dəyərin artımına səbəb ola biləcək dövr ərzində hesablanan mənfəət vergisi və azalmasına səbəb olacaq dövr ərzində ödənilmiş mənfəət vergisinin məbləği, həmçinin hər hansı bir səbəbdən borc məbləğinə edilən düzəlişlərin qeyd edilməsi nəticəsində hesabat dövrünün sonuna hüquqi şəxsin mənfəət vergisi üzrə borc məbləğinin balans dəyəri formalaşır. Digər bir nümunə, cədvəldə malsatan və padratçılara kreditor borc məbləğinin hesabat dövrünün əvvəlinə balans dəyəri qeyd olunduqdan sonra həmin dəyərin artımına səbəb ola biləcək, dövr ərzində mal və xidmətlərin alışı və azalmasına səbəb olacaq, dövr ərzində təchizatçılara ödənilmiş borclar, həmçinin hər hansı bir səbəbdən borc məbləğinə edilən düzəlişlərin qeyd edilməsi nəticəsində hesabat dövrünün sonuna malsatan və padratçılara kreditor borclarının balans dəyəri formalaşır. Düzgün doldurulmuş ticarət və sair kreditor borcları üzrə açıqlamalar cədvəlində cəmi kreditor borcları, vergi və sosial ödənişlər istisna olmaqla sətri üzrə hesabat dövrünün sonuna qısa müddətli və uzun müddətli sütunların kəsişməsində göstərilən məbləğlər, maliyyə vəziyyəti haqqında hesabatın müvafiq olaraq qısa müddətli kreditor borcları və uzun müddətli kreditor borcları sətirlərində əks etdirilən məbləğlərə bərabər olmalıdır. Eyni zamanda doldurulmuş ticarət və sair kreditor borcları üzrə açıqlamalar cədvəlində vergilər və digər dövlət ödənişləri, o cümlədən sətri ilə hesabat dövrünün sonuna qısa müddətli sütunun kəsişməsində göstərilən məbləğ, maliyyə vəziyyəti haqqında hesabatın müvafiq olaraq vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər sətrində əks etdirilən müvafiq məbləğə bərabər olmalıdır. Ticarət və sair kreditor borcları üzrə açıqlamalar cədvəli müvafiq maliyyə vəziyyəti haqqında hesabatla eyni zamanda, yəni hər il bitdikdən sonra müvafiq olaraq aprel ayının 20-sinədək, iyul ayının 20-sinədək, oktyabr ayının 20-sinədək və növbəti ilin yanvar ayının 20-sinədək Maliyyə Nazirliyinə təqdim olunur.